dedik ki, allergiyadan çox əziyyət çəkirəm. Ümumiyyətlə, müddəti də çox uzundur, subtropik. Ümumiyyətlə, sarı nə varsa deyir, ona qarşı allergiyam var, xüsusilə meyvə, tərəvəz belə. Verilişimizə baxdım ki, düzə həkim yox idi, siz də yox idi, digər həkim də yox idi. Dedim, sabahları soruşum, çünki çox adamlar soruşurdular ki, allergiyanın ümumiyyətlə müalicəsi təbii üsullarla varmı? Bunu mən soruşuram, amma qonaqlar, izləyicilərimiz də soruşurdu ki, bunun bir dəfəlik bundan can qutarmaq olarmı? Samir bəy, allergiya ümumi sözdür. Yəni, orqanizmin hər hansı bir toza, tükə, meyvənin tozuna, meyvəyə, qidaya, balığa, toyuğa, nə bilim, hər şey, qoza, fındığa, sarı meyvələrə, nəyə həssaslığı var? Və yaxud da ki, Tovuzdan bir kişi var idi, Moskvada yaşayırdı, Qorq şəhərində, Moskva ətrafında. Orada bir bitki var idi, mən bilmirəm o nədir. O bitki çiçək açanda o kişi köçüb gəlirdi Tovuza, ailəsini qoyurdu orada. Çünki orada boğulub ölmək təhlükəsindən üzləşirdi. Gəlirdi, qalırdı burada, artıq yayın son aylarında qayıdırdı. Bitkinin təsiri, tozu itləndən sonra. Yəni, bunu müəyyənləşdirmək çox çətin məsələdir. Nəyə qalır? Ancaq, məsələn, mənim bir tarixdə yadımdadır, pensilinə həssas bir qadın girir, bizə deyirlər, doktor, gəl, qoyma, getdi. Getdim, nə olub pensilin, buna bildirəm, dedilər, götürmür, dedim, vurulub bu yine, dedilər, yox, dedim, nə olub? Təzdən axtardıq, məlum oldu ki, evdə bir dənə həll olmuş pensilim var. Şüşədə həll olmuş pensilim var. Gör, nəyə həssasdır bu adam. Ona görə də bunu bir mənalı demək. Görəndə yoxsa onun qoxusuna qarşı? Yox, indi qoxu ilə gəlib də. O görmür onu, xəbəri yoxdur. O qoxu ilə onu hiss edir, gör, nə dərəcədə həssasdır. İndi nə demək istəyirəm? Allergiyen insanlar qəbzdə meyilli olanda, əsəbi gərgin olanda, adamlar var, neurodermit deyirlər. Əsəbləşən kim dəri səpir, qıpqırmızı qızarır, əsəbə bağlı. Qaşınma tutur, qaşınma tutur, ona görə də bir mənalı şəkildə xoşbəxtlik odur ki, həssaslıq nəyə qarşıdırsa, onu biləsən, tapasan, onda müalicə eləmək çox asandır. Ancaq, bəzən görürsən ki, bir qidanı deyirlər, bütün qidaları kəsirlər, sarı meyvə yemə, bal yemə, toyuq yemə, bal yemə, belə beçə yemə, balıq yemə, sayırlar bütün qidanı yemək bir şey tapır ki, nə yesin. Mən elə demirəm. Deyirəm, ye. Gördün ki, lobya yedin, səpdin və yaxud da qaşınma hiss elədin, adını yaz və onu çıxart qida rasyonundan. Eləcə sarı meyvə. Yeyirsən, sən incitmirsən, niyə yeməyəsən ki? Ye. Yəni, fərdi qaydada olan allergik hissələr nəyə qarşıdırsa, sən onu duyacaqsan və onu çıxart. İndi nə eləmək? Orqanizm möhkəmləndirmək lazımdır. Məsələn, adi, təmiz hava, sinir sisteminin möhkəmlənməsi, immunitetin qalxması, dəniz suyu və orqanizmlə çatmayan nələr varsa, yod çatmırsa, yod, maqnezium çatmırsa, sink çatmırsa, onu hamısı yerə qoyanda orqanizm güclü olanda, bəzən allergenin gücü çatmır. Qabaq təsir eləyən o şüşədəki pensilin, indi heç yanında da duranda təsir elənir, vurmasa. Ona görə də mütləq immuniteti qaldırmaq üçün orqanizm möhkəmlənməlidir və güclənməlidir.